Salam Emin, xoş gəlmisən proqramımıza. Çox sağ ol dəvətimizi qəbul etdiyin üçün. Necəsən? Əla, xoş gördük. Siz də çox sağ olun, dəvət eləmisiniz. Məmnun oldum. Xoşdur səni burada bugün qonaq qismində görmək. Bugün sənin köçkənindən bəhs edəcəyik, amma istəyirəm öncəsində səni heç tanımayan insanlar üçün biraz özünü təqdim edəsən, özün haqqında danışasan. Emin kimdir, harda doğulub, nə işlə məşğul olub, əvvəllər köçmədən öncə biraz bu barədə danışsan xoş olardı. Aha, böyük məmnuniyyətlə. Emin, 38 yaşım var. Bakı Dövlət Universiteti Tətbiqi Riyaziyyat və İnformatika, Kibernetika ixtisasının məzunuyam. Son iş yerim Azərbaycanda Azərsel olub. Sonra tam təsadüf nəticəsində Almaniyaya köç qərarı vermişik. Toyumuzdan 4 ay sonra. Sonra Münhendə İnformatika ixtisası üzrə Texniki Universitetə təhsil aldım, magistr bölməsində. O vaxtdan bəri Avropadayam. Hal-hazırda Amazonda işləyirəm. Ailəliyəm, 2 övladım var. Əla. Bugünə qədər bu suala ən qısa belə lakonik cavab verən qonağımız oldun bəlkə də. Yaxşı bir xülasə elədin. Neçə yaşına qədər Bakıda yaşamısan bəs Emin? 26 yaşım var. 26 yaş. Aha. Bəs 26 ildən sonra necə oldu? Yəni niyə o qərar verdin ki, mən artıq deyəsən köç eləməliyəm və Avropaya gəlməliyəm? Əslində həmişə özümdən uzaqlaşdırırdım o köç məsələsini. Şuuraltı olaraq fikirləşirdim ki, Azərbaycanda misal üçün də 100 proqramistdən biriyəm, amma şuuraltı olaraq, yəni belə oturub öz-özümə fikirləşmirdim. Sonradan belə özümə analiz elədim ki, yəqin buna görə. Mən gedərəm xaricə, orada artıq milyonda biri olaram və xaricdə heç kimə lazım olmaram. Ona görə bir komfort zonasında idim bəlkə də. Ona görə 26 yaşa qədər heç fikrim olmayıb. Yəni heç arzum olmayıb elə bir. Vəziyyət də normal olub böyük ehtimalla, iş güc. Ay sağ ol. Yəni əsasən arzum olurdu ki, misal üçün, filan şirkətdə işləyirəm, ondan bir üst səviyyədəki şirkətə düzəlim. Oradan ən yaxşısına keçim, amma Azərbaycan çərçivəsində. Sonra elə oldu ki, iş yoldaşım Azərseldə dedi ki, Emin, bəs Texniki Universitetə qəbul olmuşam Münhendə. İnşallah gedirəm, ilin sonu gedirəm. Belə fənlərin siyahısına baxdım, gördüm nə qəşəng fənlərdir. Hansı ki, o fənlər bizim proqramda Azərbaycanda onlar salınmırlar. Baxdım, dedim, qoy məndən nə gedir ki, qoy bir cəhd eləyim. Elə sənədlərimi göndərdim, bakalavrın qiymətləri yaxşı idi deyənə məndə. Birinci turdan qəbul elədi universitet. Qəbul olundu, lap yaxşı. Amma conditional offer'da. Hələ IELTS verməliyəm. 2-3 ay vaxtım qalmışdı. Tez bazar hazırlaşdım, o da alındı. 6-5 yığmaq lazımdır. İndi böyük nəticə deyil, amma 2 ay üçün biraz çətin idi. Nəsə şansım yavər getdi, türklər demiş. Onu da aldım. Ondan sonra pul yoxdur. Mən nə edeyim? Dövlət təqaüdünə apply elədim. O da qəşəng həmin ildə bir növ kvotanı çatdırmamışdılar. Göndərilən tələbələrin sayı az idi. Ona görə çox asan oldu o proses və dedilər, onu da veririk. Hər şey düzəldi. Ya Allah. Çıxdıq, gəldik. Hansı universitet idi? Bir daha adını vurğulayaq. Münhen Texniki Universiteti. TUM deyirlər qısa. TUM, Texniki University of Münhen. Təhsil onda ingilis dilində olub səndə. Mən bilmirdim orada ingilis dilində fakültə olduğunu. Elə istəyirəm buradan da davam eləyək təhsil mövzusundan. Təhsilin barədə nə danışa bilərsən? Təhsil təcrübəndən, ilk gəldiyin vaxtlar, universitetdəki professorlarla ünsiyyətin, yaşadığın o təhsil təcrübəsi, ümumi bizə biraz bu barədə danışa bilərsən, necə idi? Sən gəlməmişdən də maraqlanmışdım. Deyirdilər ki, gedəndə əvvəlcə belə bir eyfariyaya düşürsən, əhval-ruhiyyə qalxır, sonra bir anda yetərsizlik hiss olur ki, yox, mənlik deyil, düşür əhval-ruhiyyə və sonra yavaş-yavaş toparlayırsan. Necə demişdilər, elə də oldu. Belə gələndə belə loru dilindən bir qazla gəlmişdim ki, əla olacaq hər şey. Gəldim, gördüm ki, bizim təhsillə fərqi ondadır ki, biz daha çox nəzəriyyəyə fokuslanırıq. Burada amma daha çox praktik fənlərdir.
həm də arada hardasa bir həftə Bakıya getməli oldum bəzi işlərlə əlaqədar. Bir növ elə bil boşluq oldu arada. Artıq mən gördüm ki, keçilən fənləri çatdırmıram, başa düşmürəm. Həm də 6 fən götürmüşdüm, biraz çox idi, çətin idi. Sonra elə oldu ki, orada Qazaxıstandan, bir də Misirdən yaxşı 2 tələbə var idi, mənə çox kömək elədilər. Toparladım, o bir həftəni kompensasiya eləyə bildim. Ondan sonra yavaş-yavaş düzəldi işlər, yaxşı oldu. Yəni təhsil fərqinə görə o özgüvənsizlik yaranmışdı bir ara. Amma bir qədər inadcıl olandan sonra yoluna qoymaq olur. Yəni kim ki təhsilə gələcək, bir balaca inadcıl olsunlar, həvəsdən düşməsinlər. Bəs o təhsil prosesində nə kimi fərqlər gördün? Məsələn, bir dənə fərqdən bəhs elədin ki, bizdə daha çox nəzəriyyə fokuslanır, orada isə, yəni burada isə Almaniyada daha çox praktikidir. Bundan əlavə nə kimi fərqlər gördün təhsil müddətində? Və razı qaldınmı aldığın təhsildən? Hə, razı qaldım qalmağına, amma məndən olsaydı mən bakalavra gələrdim. Çünki orada bakalavrın uşaqları var idi. Mən magistra gəlmişəm. Yəni hələ belə yumşaq desək məndən zəifi yox idi. Yəni hamısı mən gördüyüm bakalavr uşaqları çox savadlı idi. Məsələn, mənə məsləhət istəyən olanda ki, bəs bəlkə elə bakalavr Azərbaycanda oxuyum, sonra gəlim. Deyirəm, əgər imkanım varsa bakalavra gəl, burada oxu. O daha yaxşı olar. Ondan başqa burada başa düşdüm ki, Azərbaycanda daha çox ev tapşırıqlarına görə bizə qiymət qoyurlar. Amma burada başa düşdüm ki, ev tapşırığında müəllim heç yoxlamır. Mən o birinci dərsdə əlimi qaldırıram, deyir, nə istəyirsən bala? Deyirəm ki, bəs cavab vermək istəyirəm. Belə qəribə baxırlar ki, deyir, mən özüm yazıram da, müəllim deyir, yəni izahını mən verirəm. Ondan sonra başladım ki, yox, burada yəni ev tapşırığını uşaq ev gəlib lövhədə göstərmək üçün eləmir. Ev tapşırığı sənin özün üçündür ki, hər şeyi sessiya müddətinə qalmasın. Yəni, artıq sessiyada bilinir ki, hə, sən nə cür güclü tələbəsən, zəif tələbəsən, orada bilinir. O professorlarla onda əsas, belə başa düşürəm ki, əsas fərq professorların da yanaşmasında var onda və ondan əlavə də onu anladım ki, daha çox burada individual nəsə eləməlisən və nəyisə sübut eləmək üçün yox, sadəcə özün öyrənəsən deyə. Düzdür? Belə başa düşürəm. Hə, yəni bu misal üçün universitet tələbəsi universiteti bitirəndən sonra birbaşa gedib işləyə bilir. Amma Azərbaycanda elə deyil. Azərbaycanda ən azı bizim dövrümüzdə elə deyildi. Biz universitetdə daha çox nəzəriyyəni öyrənirdik və daha çox riyazi yönümlü nəzəriyyəni öyrənirdik. Yəni proqramlaşdırmanı var idi, yaxşı müəllimlərimiz var idi, amma tam bizə, yəni işə başlamağa lazım olan səviyyədə özümüz öyrənirdik. Yəni uşaqlarla bir mühitimiz olurdu. O mühit bizə kömək eləyirdi. Biraz ondan öyrənirdin, biraz kitabdan. Kimsə nəsə bir kitab məsləhət görürdü ki, hə bu yaxşıdır, bunu oxu, helənçinə. Amma burada sırf uşaqlar elə bir, sən buralarda indisciplinary project deyir. Elə proyektlər olur. Sən real bir şirkətə lazım olan use case-in proqramını yazırsan, o artıq istifadəçi tərəfindən gündəlik istifadə olunur və sən artıq sadəcə bir maaşsız işləmiş kimi olursan. Ona görə də bir neçə o cür proyektlərdən sonra hansı ki mütləqdir, onları sən kredit balı alırsan o proyektləri eləyəndən sonra, universitet bitən kimi sən artıq yəni hazır kadrsan, get işlə. Yəni o fərqi böyükdür. Yəni burada aldığın təhsil sənə işə girməkdə vacib lazım olur. Məsələn, o müddətdə dostluq elədiyin fərqli ölkələrdən insanlar var idi. Onlarla məsələn ünsiyyətin necə idi? Onlardan nə öyrənirdin? Şəxsi inkişafına necə təsir edirdi bütün o ünsiyyətlər, dostluqlar? Çox vaxt o şərq ölkələrindən olanlarla daha çox məndə uyğunluğu daha çox olurdu. Məsələn, dediyim kimi o Misirdən olan bir Muhammed adlı oğlan var idi. İndi Metada işləyir, çox savadlı oğlandır. Sonra Rüstəm var idi Qazaxıstandan. O da indi Google-dadır, səhv eləmirəmsə. Yəni onlar çox savadlı uşaq idilər. Həm də bir etibarlılıq, bir yoldaşlıq kimi tərəfləri də var idi deyənə. O çətin vəziyyətdə olanda sənə əl uzatmaq. Mən də onlara əl uzatmışam. Məsələn, o Məhəmmədin yoldaşı gələn dövrü idi. Bizim bir proyektimiz var idi. 3 nəfər idik.
başa düşdüm ki, yəni vaxtı yoxdur. Sənəd sünət işləri ilə məşğul idi. Həm onu məsələn mən tək apardım. Amma sonra vaxt gəldi ki, mən universiteti bitirəndə böyük şirkətlərə intervyuya hazırlaşırdım. Məhəmməd mənə öz vaxtından ayırıb məni mock intervyular eləyirdi, məsləhətlər verirdi. Hansı ki, o artıq qəbul olunmuşdu. Səhv eləmirəmsə, Microsoftda işə qəbul olunmuşdu artıq. Yəni sonradan artıq Meta'ya keçdim. Belə. Yəni amma alman tələbələr savadlı olurdular, məsuliyyətli olurdular, amma bir növ yoldaşlıqları bir o qədər olmurdu. Yəni hamısına şamil eləmirəm, amma əksəriyyətində məsələn yadıma gəlir ki, bir dəfə övladım anadan olmuşdu. Mən yenə də bir proyekt idi. Həmin proyektdə Airbus üçün bir interdisciplinary project idi. Mənim üzərimə düşən hər şeyi eləyirdim, amma evdən eləyirdim. Çünki yoldaşıma kömək eləmək lazımdı və s. Məsələn mən onları ona başa sala bilmədim. Getdilər məndən şikayət elədilər. Baxmayaraq ki, mən hər şeyi düzgün eləmişdim, mənə daha aşağı bal verdilər. Amma faktiki mən hər şeyi eləmişdim üzərimə düşəni. Yox, sən niyə gəlib bizlə oturub işləmirsən? Nə bilim, komanda ruhunu dəstəkləmirsən? Mən onlara yəni izah eləyəmədim ki, yəni alınmır. Yəni fiziki alınmır. Duyğuları az imiş onda yəni. Hə. Amma alman məsələn iş yoldaşlarım var ki, hansı ki məsələn ən yaxşı uyğunluq mənim üçün odur ki, əgər o adamın zarafatına mən gülə bilirəmsə və mənim zarafatıma o gülə bilirsə, deməli uyğunluq var. Məsələn, o cür bir oğlan var, Almandır, Robert, Amazonda bir yerdə işləmişik. İndi oğlan Google-da işləyir və çox belə roket sürəti ilə bir karyera çizib türklər demiş. Məsələn, o oğlanla bizim söhbətimiz həmişə tutub. İndi də əlaqəmiz var. Məsələn, Berlinə gələndə mütləq o, mən bir dənə türk dostumuz var idi. O da Münhenə köçdü bu yaxınlarda, Uğur. Biz üçümüz Amazonda işləmişdik. Hələ də gələndə yazır, bir qrupumuz var WhatsApp-da ki, uşaqlar gəlmişəm, gəlin görüşək, bir dənə gedək oturaq, söhbət eləyək. Elə bil ki, dünən biz ayrılmışıq, bu gün görüşürük, yenə həmən ha-ha, hi-hi, belə münasibət çox gözəl olur. Ümumi mən anlayıram ki, daha çox şərq insanları ilə ünsiyyətin daha normal olub, daha yaxın olub yəni. Hə, Misir, xüsusən də Misirlilərlə. Qəribədir. Düzdür, hər millətin yaxşısı pisi var. Bəlkə də mənim şansımdan mənim qabağıma çıxan bütün Misirlilər, yəni sanki uşaqlıqdan bir yerdə böyümüşük kimi. Yəni o qədər münasibət qurmaq rahat olur. Məsələn, etibar eləyə bilirəm onlara. Bilirəm ki, nəsə bir çətin vəziyyətə düşmüşəmsə, ruslar demiş mənə pakrivat eləyəcək işdə və s. Məsələn, təhsil müddətin bitəndən sonra ki, artıq karyera var, burada yenə davam eləməyə başladın. Orada hansı yollardan keçmisən? Hal-hazırda Amazonda çalışırsan və bu dünyaca bilinən şirkətdir. Ondan qabaq da Meta'da çalışırsan. Ondan da qabaq Microsoftda. Microsoftda, yəni dünya nəhənglərinin demək olar çoxsunda çalışmısan da. Bunlar haqqında istərdim danışasan. Həm o işə qəbul proseslərində nələr yaşamısan, həm çalışanda nələr görmüsən, nələr öyrənmisən, maraqlıdır bizə. Mənim şansım onda gətirdi ki, mən birinci bir balaca inadcıl oldum. Çünki intervyu prosesinə hazırlığa başlayanda səbirsizlik eləsən, desən ki, yox, mən kitab zad oxumuram. Gətirin məsələləri eləyim, eləyə bizə alqoritmik məsələlərdir də. Eləyə yavaş-yavaş alqoritmik biliklərim yaranacaq. Yox, elə olmur. Gərək oturasan, dizvü qatlayıb o kitabı oxuyasan, 1-2 kitab oxumaq lazım olur. Çətin gedir. Elə olur ki, 1 saata 1 səhifə oxuyursan, başa düşə-düşə. Amma o ki, bir 10 gün, 15 gün keçəndən sonra artıq sürətin artır və bütün hazırlıq müddəti 3-6 ay arasında çəkir ilk intervyuya. Artıq növbəti intervyuda sənin əvvəldən o 6 ayda yığılan bazan vardı, yəni artıq müddət biraz azalır, olur 2 ay. Yavaş-yavaş axır 3-cü, 4-cü intervyulardan sonra artıq 1 ay sənə hazırlaşmaq kifayət eləyir. Bir balaca inadcıl olmaq lazımdır. Sonra ən vacibi o yolu keçən bir adam tapmaq lazımdır. Misal üçün, Elçin artıq Microsoftda düzəlib, münasibətim yoxdur, amma LinkedIn-dən ən azı yaza bilərsən ki, bax, mən filan yerə apply eləmək istəyirəm. Refer edə bilərsənmi? Referdən əlavə, mən necə, hansı kitab oxuyum, nə cür hazırlaşım, onu soruşmaq işin yarısıdır. Çünki
intervyu hazırlığı ilə bağlı o qədər kitabları var ki, sən onun hamısını oturub oxuyanda gözün qaralacaq və həvəsdən düşəcəksən. Faktiki sənə 1-2 kitab lazımdır sırf intervyu hazırlığına, intervyunu keçmək üçün. Ona görə mütləq soruşmaq lazımdır və bir balaca inadcıl olub o hazırlıq prosesini sona çatdırmaq lazımdır. Və vəssalam. Ondan sonra o deyirlər ki, rocket science deyil. Həqiqətən də elədir. Yəni sırf məsələn mən öz sahəmə üzrə deyirəm. Böyük şirkətlərə proqramçı kimi düzəlmək üçün sadəcə 3-6 ay sırf dedicated ona hazırlaşmaq kifayət eləyir. Vəssalam. Birinci Microsoftda başlamısan, düzdür? Bəli. Çalışmağa. Necə bir təcrübə idi sənin üçün? Microsoft nəhəng bir şirkətdir, ilk girdiyin belə bir şirkət olub deyə yəqin ki, onun bir eyfariyası da olub. Dəhşət. Nələr yaşamısan? Məsələn, bu 3 fərqli şirkətdən də istəyərdim danışasan. İş mədəniyyətləri baxımından, içəridəki iyerarxiya olsun, başqa mövzular. İstəyirəm sərbəst buraxım, sən özün danış biraz bu barədə. İlk əvvəl Microsoftdan deyim. Microsoftda o qədər fail eləmişdim. Mən Google-u fail eləmişəm, Uber-i fail eləmişəm, böyük şirkətlərdən də o biri şirkətlər məsələn Amazon idi, Facebook idi. Yəni heç geri dönüş olmurdu. Hamısını fail eləyə getdim. Bir dənə axırda o qalmışdı böyük şirkətlərdən. Orada tutdu, alındı. O hazırlıq prosesini zaten dedim. O Misirli və Qazaxıstandan olan iki yoldaş çox sağ olsunlar, çox kömək elədilər. Məsələn kitab məsləhətini bir səhv eləmirəmsə Serbiyadan idi oğlan. Marko Laliç adında bir oğlan idi. Ondan məsləhət almışdım. Yəni belə, bu üçünün çox həlledici rolu oldu ki, mən hazırlaşdım, getdim intervyuya. İntervyu eləyəndə Azərbaycanlı idi məni. Doğru. Urmiya Azərbaycanlısı idi, amma bilmirdim. Axırda mənə dedi ki, intervyu qutardı, artıq iş təklifi almağı da Microsoftda həmən günü deyirlər. Gözləyirsən otaqda, onlar bir briefing eləyirlər, özləri qərarlaşdırırlar, debrief deyirlər. Ondan sonra deyirlər ki, keçdin və yaxud kəsildin. O səhv eləmirəmsə artıq cavab ya intervyudan sonra idi, ya da ki artıq iş təklifi olandan sonra mənə dedi ki, adı unutdum adım. Yadıma düşsə deyərəm. O xanım mənə dedi ki, bəs mən də anası Azərbaycanlıdır. Deyir, mən nənəm farsça bilmirdi. Mən nənəmlə həmişə Azərbaycanca danışmışam. Keçdik Azərbaycanca danışmağa intervyudan sonra əlbəttə ki. O dedi ki, sanki deyir, o dərimdə qarışqalar gəzir. O belə tükürpədici moment olur. Məndə də o hiss keçdi. Çox belə fərqli bir hiss idi. Ora düzələndən sonra o eyfariya dediyin müddət, yəni sevincimdən zəng eləmişəm bacıma ki, artıq sən Microsoftda işləyən bir oğlanın bacısısan, belə də sevinirəm. Çünki bizdə kiçik ölkə kompleksi də olur. Bəzən özümüzü aşağıda görə bilirik. Düşünürük qabiliyyətlərimiz çatmaz, amma ora gedib çox şükür çatmısan və bir eyfariya təbii ki yaşanmalı idi da. Düzdür. Amma sonra girəndən sonra görürsən ki, yəni sadəcə o 3-6 ay kim hazırlaşsa o girməyəcək. Amma mənim üçün, mənim gözümdə o qədər böyük bir şey idi ki, mənə deyəndə ki, sən keçmisən, yəni utanmasam ağlayardım. Belə səsim əsdi elədi. Yəni bilmədim nə danışım, o bir sərsəmləmə də oldu oradakı, nə bilim, danışılası bir şey deyil. Amma yəni çox belə eyfariya yaşadım. Çox sevinmişdim. Hətta hazırlıq müddətində deyirəm ki, yəni Microsoft olsun, lap Əfqanistan desələr getməyə hazıram. Yetər ki, çünki mən o Almaniyaya gələndə hədəfim o idi ki, böyük şirkətdə girim, mən bir ay işləyim. Yəni belə bir istək var idi. Amazonda hər şey əla idi, sadəcə olduğum proyekt maraqsız idi. Yəni əstəğfurullah, Microsoftda. Ona görə 8 aydan sonra artıq Amazondan təklif oldu, Amazona keçdim. Özləri təklif elədi, düzdür? Mən belə bil o Microsoftda apply eləyən vaxtı hamısını apply eləmişdim. Bir ildən sonra geri dönüş elədilər. Orada da həm proyekt maraqsız idi Microsoftda, həm də oranın havası çox depressiv idi deyənəm. Məsələn, evə gəlirəm, görürəm yoldaşım ağlayır, heç bir səbəbsiz ki, yox.
bura yaşaya Sən Münxen bilmirəm. ofisində olmusan? Yox, Kopenhagendə. Sən Danimarkaya köçdüm. Təhsil bitəndən sonra Danimarkaya köçmüsən. Arada bir şey qaçırdıq amma. Bir şey qaçmışıq. Hə, Danimarkaya, amma mən demədim. Fikrimdən çıxdı. Amma sırf Microsoftdan qəbul alandan sonra düzdür? Sırf Microsofta görə köçdüm Danimarkaya. Ya başa düşdüm niyə desən. Onsuz burada depressiv deyə, amma Danimarkada. Amma müqayisədə, yəni burada olan buludlu hava oranın günəşli havası kimi bir şeydir. Orada həm də küləkli, belə buludlu bir hava. Skandinaviyada. İnsanları belə çox məzəlidirlər. Çox belə deyib güləndilər, yaxşıdır. Amma istər-istəməz o günəşin olmamağı, az olmağı və küləkli hava adamı belə evdən çıxırsan, əhval-ruhiyyə yaxşı, işə çatırsan sönmüsən. Qan qaralır. Artıq sönmüsən. Amma həm onda layihə maraqsız idi deyə, həm də oranın o havası, mühiti depressivliyə sürükləyirdi deyə elə Amazondan da təklif gəldi, Amazona keçmək istədim. Amazondan məsəl üçün təklif o saat gəlmədi. Gəldilər ki, sən bizə sənəd göndərmisən 1 il əvvəl. Davam eləmək istəyirsən prosesi. Orada 1 ay yoldaşım, uşaqlar getdilər Bakıya ki, tam sakitçilik, tam fokuslanım. 1 ay evdən ancaq gəzməyə çıxırdım və atalıq məzuniyyəti götürdüm. Qızım anadan olmuşdu. Allah saxlasın. Atalıq məzuniyyətinə oturub intervyu hazırlaşırdım. Hazırlaşdım. Elə oldu ki, uğurlu oldu. Orada da bu dəfə yenə intervyunu götürənlərdən biri İranlı idi, amma fars idi qız. Sonradan mənim menecerim oldu. Çox yaxşı qız idi, Sara. O da türkcə bilirdi, sonradan bildik. Belə. Ora daxil oldum və Berlinə köçdük bu dəfə, Münxenə yox. Orada başladı sənin Berlin hekayən onda. Ay sağ ol. 2016-cı ilin sonunda. Ha, sən onda 9 ildir burdasan artıq. Sən Amazonda fərqli olaraq proyektlər çox maraqlı olur. Çox professional iş mühiti olur. Mənfi cəhəti odur ki, work-life balans çox pisdir. Yəni o Microsoftda çox yaxşı idi belə. Relax bir hal idi. Amma Amazonda artıq o işə başlayırsan, görürsən gözün qabağında onu çıxartdılar işdən. Bu test periodunu keçmədi, belə bir yüklənmə olur. Artıq çox dəhşət təzyiq olur. Artıq sən deyirsən ki, ay Allah, bir dənə 1 ilə qədər işdən çıxartmasınlar, biabır olaram da. Heç olmasa 1 il dözüm ondan sonra çıxım. Zaman keçdikcə axır öyrəşirsən, o yükü götürə bilirsən, artıq adiləşir. Amma çox şey öyrənirsən. O təzyiq olanda hər dəfə insan deyir zülmə tabedir. Nə qədər ki çox təzyiq var, o qədər çox inkişaf edirsən, öyrənirsən. Öyrəşirsən. Sonra bu Amazonla Microsoftun müqayisəsi, Metada maaşlar çoxdur, work-life balans daha yaxşıdır, amma proyekt maraqsızdır. Hə, amma ora hansı? Elə bil 2016-da Microsoftdan gəlirsən Amazona, Amazondan Metaya keçidin hansı idi? 2021 idi. Hardasa 4 il yarım işlədim Amazonda. 4 il yarımdan sonra çıxdım, 1 il Delivery Hero'da işlədim Berlində. Orada da çalışmısan. Hə, sən qardaş Berlində qırıya gedirik. Böyük, yəni şirkət qalmayıb da işləmədiyin. Hə. Delivery Hero'da 1 il işlədim, sonra keçdim Metaya. 2 il Metada işlədim. Metada, yəni demirəm ki, Metada proyektlər maraqsızdır. Mənim olduğum proyekt. O vaxtda açıq olan pozisionlarda ən maraqlı proyekti seçdim özümə, amma yenə də mənə maraqsız oldu. Yəqin ki, full remote işləməyimin də bir orada rolu var, maraqsız olmaqda. Çünki o full remote işləyirdim, bir layoff mərhələsi oldu ki, hamı belə qorxurdu, stresli idi. O mərhələ bitəndən sonra bizim komandadan mən layoff-a düşmədim. O biri işdə olan, hansısa ki, London ofisində işləyirdim də mən. Orada olan ofisdə olan işçilər özlərini təzədən motivasiyaya gətirə bildilər. Mən artıq o qığılcımı hiss eləmədim. Artıq iş mənə işləyirəm, hər şey menecer razıdır, hər şey yaxşıdır, amma mən özümdən razı deyiləm, həyatımdan razı deyiləm, xoşbəxt deyiləm. Hardasa özümə yaxşıdır, amma işin özü yəni insanlar çox yaxşıdır, mühit hər şey yaxşıdır, maaş Amazonla müqayisədə 2 dəfə çoxdur. Hər şey yaxşıdır, amma yəni xoşbəxt deyilsən.
Zaten maaş bir həddin üstündə olanda ondan sonra onu 5-ə də vursan, 10-a da vursan artıq sənin xoşbəxtliyində elə bir fərq eləmir. Yəni artıq pulla ölçülmür məsələ. Sadəcə görürsən ki, yəni sənə heç o qədər pul lazım deyil, amma xoşbəxtçilik lazımdır. Yəni xoşbəxt deyilsənsə mənası yoxdur. Sən 2 qat daha çox maaş alırsansa mənası yoxdur. Ondan sonra bir 6 ay müddət özümə götürürəm ki, 6 ayda gözləyim, görüm əgər bu xoşbəxt olmama hissi keçəlidirsə qalım. Sonra çünki peşman olaram ki, gül kimi hər şey yaxşı idi, niyə çıxdım? 6 ay gözlədim, gördüm yox. Yəni o hisslərdə heç nə dəyişmir. Dedim, dəyişməyə vaxtıdır, qayıtdım Amazona. Bəs əgər Amazonda axı work-life balans az öncə dedin ki, çox yaxşı deyildi, çox təzyiq də var idi. Metadan daha rahat bir yerdən, daha yüksək maaşdan ayrılıb niyə təzədən Amazona qayıtmaq istədin bu səfər? Deyim. Birinci burada ofisi var Amazonun. Meta'nın ofisi yox idi. Mən full remote idim. Burada amma hibriddir. İstəyəndə işə gedirəmsəm, indi işdən gəlmişəm. Motivasiyam həmişə yerində olur. Özüm artıq idarə edirəm ki, işim var, evdə nəsə görəsi işlər var, evdən işləyirəm. Yəni uşaqlar xəstədir, evdən işləyirəm. Yox, biraz motivasiyam düşüb ofisə gedirəm. O cəhətdən çox yaxşıdır. Proyekt çox maraqlıdır, robotlarla işləyir. Bu səfər artıq maraqlı layihəyə rast gəlmisən. Hə, çox maraqlı layihədir. İndiyə qədər işlədiyim proyektlərin arasında ən maraqlısıdır deyərdim. Robotlardır. Amazonun o anbarlarında hansı ki sən götürürsən, rəfdən hansınsa götürürsən, hansı mal ki, hansı produkt ki sifariş verilib, onu götürürlər, upakovka eləyirlər, göndərirlər misal üçün elçinə. O işləri indiyə qədər insanlar eləyirdi. İndi amma bizim proyektimiz odur ki, artıq o rəfləri də robot gətirir, daşıyır, gətirir. Onu götürən də robotdur, səbətə qoyan da robotdur. Yəni onların hamısını robotlaşdırma ilə məşğuluq və çox maraqlı proyektdir. Proqram yazıb onları avtomatlaşdırır. Cəmaatın evini yıxırsınız. Cəmaatın evini yıxır. O zaten bizim işimiz həmişə elədir. Yəni söyüş yiyəsi olur. Sizə görə cəmaat işdən zətdən qovulur. Həqiqətən elədir. Yəni o bir dostum var, Nihat, o həmişə deyir ki, yəni o dünyada cavab verəcəyik də, yəni cəmaatın işini əlindən alırıq. Amma Emin, yəni burada o şey də demək istəyirəm. Mən universitetdə təhsil alan vaxtı bizim yaxşı bir professorumuz var idi, Alman, Libi idi adı, hələ də xoş xatırlayıram. O bizə bir kitab tövsiyə eləmişdi. Bəlkə sən də rast gəlmisən, Bullshit Jobs deyə. Bullshit Jobs kitabı şeydən bəhs edir. Elə orada deyir ki, texnologiya inkişaf edəcək, bu avtomatlaşdırma o qədər elə bir həddə çatacaq ki, bu bullshit joblara ehtiyac qalmayacaq. Yəni Azərbaycanla belə deyim, əhəmiyyətsiz işlər. Əslində o işlər elə işlərdir ki, həqiqətən elə özün insan belə olsan, robot kimi işləyirsən. Bir növ əslində bu olmalıdır. Bu bullshit jobdur yəni çünki. Amma bir tərəfdən də düşünürsən ki, sosial tərəfini, indi məsələn təhsil olmayan adam o işi görürdü. Robot eləyirsə nə edəcək də? Ona görə əslində biz də biraz zarafata saldıq, amma belə baxırsan ki, əslində bullshit jobdur da. Yəni əslində məsələn indiki halda, yəni proqramlaşdırmanın özünü belə robot müəyyən bir həddə qədər eləyir. Yəni məsələn şəxsən mən özüm və bütün proqramçılar hamı o AI toollardan istifadə eləyir. Hansı ki o söz var deyir, şunu götür, şunu qoy. O məsələləri artıq robot özü eləyir. Yerdə qalır sənin onları sadəcə bir Lego kimi bir-birinə calamağın və robotların yəni nəzərə almadığı tərəfləri fikirləşməyin, ən azı onu sorğulamağın ki, yox, sən bunu yazdın, ay ChatGPT, amma filan şey məncə işləməyəcək. Deyir, hə, onu düz deyirsən. Gəl orasını düzəldin. Bir növ qalır sənin ona robota bir gedişatına təsir eləməyin. Zaten bizim işimizi də artıq avtomatlaşdırırlar. Emin, bu 3 şirkətin iş mədəniyyətlərindən ümumən nə danışa bilərsən? Nə gördün daxildə? Hiyerarxiyası olsun, işçilərə yanaşmaları olsun. Müqayisələ də danışa bilərsən, ümumi də deyə bilərsən. Çünki səni dinləyən yəqin çox insan olacaq, onlara maraqlı olacaq bu məsələlərdə. Hə, iş mədəniyyətlərinə gəlincə, Amazonda o orman qanunlarıdır. Yəni zəifə heç bir tolerantlıq yoxdur. İşi bacarmırsansa, bəzən subyektiv fikrə görə də işçini ata bilirlər işdən. Mən olub görmüşəm komandamızda zəif işçi olub atıblar və yaxud işçi olub ki, bir qədər vasvası olub. Yəni zəif deyil, amma bir qədər o
tempi verə bilmir sənə. Hər şeyi dərinliyinə qədər həll eləmək istəyir, amma bəzən o dərinliyə ehtiyac olmur. Çünki zaten sənin bu gün yazdığın şey elə ola bilər ki, bir aydan sonra desinlər ki, yox, bunu sil, at qırağa, başqa bir şey eləyirik. Yəni ona görə də çox vasvasılıq da tolerant olmurlar, işdən çıxardırlar. Və yaxud ola bilir ki, 10 nəfər komandada insan var, deyək, proqramçı var. Onun 10'u da yaxşıdır. Deyək, 10 ballıq şkala ilə 9'u 10'dur, biri 9'dur. Amma 9 da yəni kifayət qədər yaxşı bir göstəricidir. Onu atırlar, yəni heç uf demirlər. Yəni elə bir orman qanunları ilə idarə olunan. Adına layiq da, yəni Amazon. Hə, ay sağ ol. Orasını heç fikirləşməmişdim. Həqiqətən Amazon meşəsidir. Həqiqətən elədir. Yəni uf demirlər, atırlar. Kniga cümbülü. Tam elədir. Metada elə deyil. Metada fərqli cəhəti odur ki, metada biraz komanda ruhu yoxdur. Çünki proyektlər şeydir, o söz var, Человек orkestr. O cür. Yəni sən proyektdə təksən. Hər şeyi özün eləyirsən. Bir dərdləşməyə, fikir bölüşməyə adam yoxdur. Bütün qərarları da özün verirsən. Ona görə o motivasiyanın düşməyi ehtimalı çox böyükdür. Məsələn, iş yoldaşlarımdan da görürdüm, kimsəyə görürəm ki, belə bir yüngül bir depressiya yaşayır və yaxud motivasiyası yoxdur. Yəni çox rast gəlirdi Amazon metada. Hə, onun mənfi cəhəti odur. Microsoftda da yəni mən əlbəttə ki, dediyim şeylər nisbidir. Yəni şirkətə bağlı yox, bəlkə də komandaya bağlı bir şeylərdir. Microsoftun da fərqli cəhəti odur ki, Microsoftda işi onun tərcüməsini tapa bilmirəm. Loru dilindən fırlatmaq çox rahatdır. Yəni heç şirkətin ruhu incimir. Yəni o dərəcədə belə relax bir mühitdir. Hə, o da amma bir şey də pisdir ki, işi misal üçün bir gün fırladırsan, 2 gün fırladırsan, artıq bir də ayılırsan ki, yəni fırlatmaq o qədər rahatdır ki, artıq sənin əlin qalxmır iş işləməyə. Zaten deyəcəm ki, filan şeyi araşdırırdım və ya filan şeyi yazdım, işləmədi, pozdum. Soruşmurlar ki, bala, gətir görüm nə yazmışdın. Yəni bir qədər o, yəni çox relax olmaq da bir şey deyil. Belə. Bir müddət vurğuladın ki, Delivery Hero şirkətində çalışırsan. Bu düz böyük ehtimal daha çox Meta, Amazon və Microsoft'un adı bilinir. Amma Delivery Hero'da bilənlər bilir ki, o da yetər qədər böyük şirkətdir. Bu haqqda da istəyirəm qısa məlumat verəsən, özümə də maraqlıdır çünki orada nə yaşadın, o necə təcrübə idi? Orada deyərdim ki, işçiləri heç də Amazondan zəif işçilər deyil. Orada komandamızda məni senior kimi götürmüşdülər, amma middle oğlan var idi İspaniyadan, Silvio. Məndən güclü idi. Yəni deməzdim ki, oradakılar yox, zəifdir, Amazonda daha güclü idi. Yox, elə deyil. Sadəcə Amazonda bir şey var ki, Amazonda sən bütün istiqamətlərdə öz işinə sahib çıxırsan. Sən operational tərəf deyirlər, SRE deyirlər bizim tərəfdə. Proqramı yazmısan, indi onu productionda istifadə olunmasına nəzarət edirsən. Problemlər çıxanda həll edirsən. Onu da biz eləyirik. Testini də biz eləyirik. Biznes tərəfinə də baş yetiririk. Yəni hər bir şeyinə baş yetirirsən. Amma o xırda şirkətlərdə çox vaxt elə olmur. Mənim işim proqram yazmaqdır. Mən yazdım, kim run eləyəcək eləsin və yaxud mənim işim testerdir. Yəni amma Amazonda artıq onun hamısını özün eləyirsən, bir qədər daha çox bişirsən işin içində. Və başqa fərq, məsələn, orada olan uşaqlarda da belə bir gözlərində böyüdürlər. Yox, Amazona çətindir keçmək. Məsələn, orada da olanda da onları həvəsləndirirdim. Sadəcə 3-6 ay əziyyəti var. Otur ona hazırlaş intervyusuna. Yəni niyə də gedib Amazonda sən belə deyək 70% daha yuxarı maaşdan işləməyəsən? Gözümüzdə böyütdüyümüz qədər varlar o şirkətlər emin. Çünki mən Berlin daxilində bir şirkətdə çalışmışdım. 18 ölkədə yəni operation olan bir şirkət idi. HelloFresh bilirsən də.
Mənim universitet vaxtlarımdan xəyalım olan bir yer idi. Ora daxil olanda mən də bir eyforiya yaşamışdım və çox böyük sevinc yaşamışdım ki, bu qədər karyeramın başında ora girə bilmişəm. Amma girəndən sonra məsələn yaşadığım təcrübələr məni çox məyus elədi və o gün anladım ki, ondan sonra əslində böyütməyə ehtiyac yoxdur. Günün sonunda biz əməyimizi satırıq, vaxtımızı satırıq və bu korporasiyaların adı nəhəng olsa da, arxada müəyyən qədər əslində neqativliklər var. Sən bu haqqda nə danışa bilərsən? Bu 4 dənə böyük şirkətdə çalışmış birisi olaraq. Əlbəttə ki, neqativ insanlar da qarşıma çıxır şirkətlərdə, neqativ qərarlar da qarşıma çıxır ki, hansı ki, məsələn, ədalətli qərar vermədilər və s. və yaxud düzgün qərar vermədilər texniki qərara qalanda. Bu mənfi tərəfləri olur. Amma böyük şirkətlərin ümumi göstəricidə bir şey yaxşıdır ki, sən ora gələn insanların müəyyən bir əziyyəti olub, hazırlaşıblar o 3 ay, 6 ayı, inadcıl insanlar olurlar. Əksər hallarda çox savadlı, peşəkar insanlar olurlar. Ona görə də sən onlardan daha çox şey öyrənə bilirsən. Yəni orada işləyən bir adama ən böyük xeyirlərindən biri odur ki, çox şey öyrənirsən və müəyyən bir yaşa çatandan sonra artıq orada işləməyin, sənin rezümendə, CV-də artıq oranın adları olmağı başlayır sənə xeyir gətirməyə. Məsələn, başqa kandidatlara nəzərən sənə bir üstünlük verirlər. Əgər iş yerini dəyişirsənsə və yaxud deyək ki, harasa qəbul olmusan, sən onlardan daha çox maaş tələb eləyə bilirsən və yaxud sənə qarşı daha tolerant olurlar ki, hə, eyb yox, misal üçün sən həftədə 2 dəfə gəlsən işə, bizə kifayət eləyir və s. Yəni artıq orada sən ondan bir xeyir götürə bilirsən. Amma yoxsa belə bir qeyri-adi bir üstünlüyü yoxdur. Sən demiş, günün sonunda sən ora gedib işləyirsən və çox maaş verirlərsə, səni çox işlədirlər, o maaşı verirlər. Yəni heç bir məsəl üçün o yuxarı maaş verən şirkətlər sadəcə sən intervyunu yaxşı keçdin deyə o maaşı vermirlər. Yəni əgər o işi, o yükün altına girməsən, səni 3 aydan sonra çox rahatçılıqla işdən çıxardırlar. Yəni onda əslində böyük şirkət, böyük adı olan belə qlobal nəhəng şirkət əslində böyük məsuliyyət və böyük çətinliklər deməkdir əslində. Ay sağ ol, hə. Yəni o sənə verdiyi pulun səndən haqqını almamış o maaşı sənə vermir. Və o vaxt ki sən onun haqqını verməməyə başlayırsan, 3 aydan sonra işdən çıxardacaqlar. Amma yəqin ki ən böyük üstünlüyü də bu şirkətlərin odur ki, adı CV-və düşəndən sonra həm sənin sosial statusun da artır. Düzdür, Avropada bəlkə də çox yox, amma dünyanın hər hansı başqa yerlərində də, amma burada da açığı var o. Sosial statusun artır, iş daha rahat tapa bilirsən, özləri sənə yazır eləyir, headhunterlar, recruiterlar falan. Yəqin ki, amma ən böyük avantajları da belə şeylərdir, düzdür, belə başa düşürəm. Sosial status məsələsində tam razı deyiləm. Çünki mən özüm elə fikirləşirdim ki, hə, mən misal üçün Microsoftda gedib işləyəndən sonra bir başqa Emin olacam. Heç nə olmadı. Yəni səhər ayıldım ki, həmənki Eminəm. Heç bir fərq eləmir və sənə qarşı münasibətdə də zaten dostların, iş yoldaşların və s. Axır zaten sən ora girməsən də səndən tanış idilər. Yəni sənə qarşı heç bir münasibət dəyişmir. Yəni eyni adamsan, eyni münasibətlərdir. Hə, amma gələcəkdə daha yaxşı iş tapmaq şansların çoxalır. Amma onun mənasını dedim, daha çox. Yəni məsələn, məsələn, bəlkə də qat-qat daha yaxşı proqramistlər var ki, atıram, orta çeşidli bir şirkətdə işləyir. Amma məsələn, biləndə ki, Emin Metadadır, Amazondadır, Microsoftdadır ya da bir LinkedIn və mən şəxsən baxanda dedim ki, wow, yəni yer qalmayıb da böyük şirkət olaraq işləmədiyim. Belə beynimdə şey formalaşır ki, Emin deməli həqiqətən belə bir yüksək zəkalı insandır. Sanki o orta çaplı şirkətdə işləyən o qədər yetənəkli deyil, amma Emin daha yüksək keyfiyyətlərə malikdir iş baxımından, ona görə ora çatıb. Amma bu sən deyəsən özün də bayaq vurğuladın ki, tam da o demək deyil. Sadəcə bunun müəyyən yolları var. Yəni o dediyim kimi, məsələn, Delivery Hero-da işləyən Silvio məndən güclü idi. Yəni mən özünə də demişdim. Mən deməsəm belə o da bilir, mən də bilirəm ki, o məndən güclüdür. Bəs yaxşı, niyə onu senior eləməyiblər də, məsəl üçün səni sonradan oraya senior, o daha aşağı şeydə qalır? Soft skills məsələsi idi. Məsələn, o Silvio biraz çılğın idi, Malaqadan idi, çılğın idi. Ünsiyyət bacarıqları. Hə, məsəl üçün o
menecerlərlə açıq konfliktə girirdi. Məsələn, problemini həllin biraz belə reaktiv həll eləməyə çalışırdı. Amma yaxşı olar ki, məsələn, mənim özümdə bir çox hallarda mənə kömək olub ki, açıq konfliktə girməyib. Məsələn, bir balaca səbr eləyirsən, sonra onunla oturub üzbəüz söhbət eləyirsən, o deyir ki, tutaq ki, Əmin, düz deyirsən, mən düz demədim falan yerdə, üzrlü bil. Amma mən ondan açıq konfliktə getsəm, hamının içində bir ego var. O ayağını geri qoymayacaq. Nə olacaq axırda? İşdə bir problem yaranacaq. İkimizin də delivery aşağı düşəcək. İş getməyəcək. Ya onu çıxardacaqlar, ya məni, ya hər ikimizi. Yəni heç kimə xeyri olmayacaq. Ona görə səbirli olmamağına görə mənə elə gəlir ki, sən onu promot eləmir. Mən hələ ora məsələn düzələndən sonra bizim bir açıq konfliktimiz oldu. Ondan çünki o məsələn iclasın ortasında hamı olan yerə dedi ki, gedib işə götürmüsüz. Heç Emin Google platformasının məsələn Azure kimi, Amazon Web Services kimi Google'un da bir platforması var. Onunla heç təcrübəsi yoxdur. Belə bir şey oldu. Qısqanclıq. Yəni çünki məni senior götürüblər. O middle'dır, məndən güclüdür, haqsızlıqdır əslində. Amma öz səbirsizliyinə görə. Mən sonra orada dedim ki, düz deyirsən Silvio, amma narahat olma, bir həftəyə mən artıq onun hamısını mənimsəyəcəm və bir həftədən sonra, 2 həftədən sonra mən artıq komandaya kifayət qədər kömək eləməyə başlayacağam. Elə də oldu. Sonra Silvio ilə danışanda deyir ki, Əmin, bəs bağışla, o deyirsən mən menecer olan aqressiyama çıxardanda sən sadəcə elə bil ki, ortada olan insan kimi güllə sənə dəydi. Orada sən qaydın. Ay sağ ol, hə. Yəni oğlan məndən güclü idi və sadəcə soft skills məsələsi var, promote olmamağında. Böyük şirkətlərə düzəlməməyində də sadəcə bir balaca özgüvənsizlik ki, mən bilir ki, o güclüdür. Yəqin ki, mən gedərəm tutaq böyük şirkətə, orada məni intervyu eləyərlər, intervyunu keçə bilmərəm, mənə pis təsir eləyər. Zaten hamı kəsilib. Yəni ondan qorxmaq lazım deyil. Bir dəfə kəsiləsən, 2 dəfə, 3-cüdə alınacaq. İşçilərə yanaşmaları necə idi bəs bu şirkətlərin ümumən? Yəni maaşdan əlavə hansı əlavə, nə bilim, necə deyim, üstünlükləri var. İçəridəki o iyerarxik vəziyyət necədir? Rahat öz fikirlərinizi ifadə edib, təkliflərinizi verə bilirdinizmi? Üst vəzifələrdəki insanlarla rahat danışa bilirdinizmi? Hər üçündə çox rahatçılıqla, yəni özündən yuxarı iyerarxiyada olan insanlarla rahat danışa bilirsən. Yəni sən heç kimin qabağında əyilməyə ehtiyac yoxdur. Yəni insani münasibətlər nə lazımdır sorur, kömək lazımdır sorur. Hər şey qaydasındadır. O avantajlara gəlincə, böyük şirkətlərə düzələndə ən yaxşı, ən düzgün odur ki, nə qoparsan əvvəldə qoparırsan. Məsəl üçün, girim, sonra artırarlar maaş, olmur. Yəni artıq o illik 3%, 5% artırırlar. Ona görə nə gözləntin varsa, intervyunu keçmisən, biraz səbirli ol. Yəni o pazarlama intervyu qədər önəmlidir. Onlara fikir vermək lazımdır. Belə qeyri-adi bir üstünlüyü deməzdim. Yəni zaten tutaq ki, nəsə bir kooperativ məclislər olur, o hər yerdə olur. Azərbaycanda da işləyəndə olur onlar. Yəni belə qeyri-adi bir şey olmur. Son olaraq bu karyera mövzusunda bir sualım var. O da Azərbaycandan indi səni izləyici olan sənin öz həmkarlarına görədir. Əslində ona görə soruşuram. Necə bir inkişaf yolu keçsinlər ki, onlar da əgər xəyalları varsa belə bir xəyalları gəlib məsələn bu şirkətlərdə çalışa bilsinlər. Nə tövsiyə edərsən onlara əsas? Həm soft skill, həm də hard skill baxımından yəni. Bir video çəkilişi olmuşdu, bəlkə də bir 7-8 il əvvəl. 3 saatlıq video idi. YouTube-da var. Onun linkini bəlkə kommentlərdə paylaşaram. Məsələn, orada detallı izah eləmişəm ki, nələri öyrənməlisən. Şəxsən özün danışırsan. Aha, hə. Məsələn, orada detallı izah eləmişəm. O belə açar moment odur ki, sadəcə bu yolu keçmiş bir adamdan eşitsinlər ki, o necə elədi, hansı addımları atdı ki, getdi o şirkətə düzəldi. Vəssalam. Və onun elədiyini eləsinlər.
Yəni Sənə açıqlayım, yəni bizim əslində bu verilişimizin məqsədi budur. Yəni ki, başqa insanlar üçün hər kəs öz təcrübəsini paylaşır. Bu gün veriliş əslində biraz dəyişik olur. Mənim üçün şəxsən öz adıma deyim ki, çünki genəldə qonaqlarımız daha çox təhsildən informasiya verirlər. Sən burada o qədər böyük şirkətlərdən və iş sistemindən, iş ortamından bölür. Məncə bu daha fərqli bir maraqlı bir proqram olur. Yetəri qədər də təcrübəsi var deyə eminim, kifayət qədər. Yəni dinləmək həqiqətən maraqlıdır. Yəni mən çox sual soruşa bilərəm, amma yəni verilişin müddətinə görə qısa kəsirəm, amma elə bu nöqtədə onu soruşsaydım ki, səndən icazənlə mən description bölməsinə sənin LinkedIn hesabı qoyum. Bu barədə detallı sualları olan, ya bəlkə işə başvurmaq istəyən insanlar, azərbaycanlılar səninlə əlaqəyə keçsinlər icazən varsa. mütləq. Həm suallarını versinlər, həm də mümkün olsa bəlkə referans da ola bilsən, əla olar. Mütləq yerləşdirərik və indiyə qədər elə olmayıb ki, LinkedIn-dən kimsə yazsın, cavab verməyim. Yəni mütləq həmən gün olmasa da bir gün sonra cavab verəməmişəm. Əla. İndi istəyirəm keçək verilişin ikinci hissəsinə. Hansı ki biz orada Orxanla mən də həm daha çox əylənirik, həm də bizə daha çox maraqlıdır. Yəni bu hissəsi də maraqsız deyil, amma bizim özümüzdə də insanın o şəxsi duyğuları o qədər maraqlıdır ki, bu köç prosesində nələr yaşayır. İstəyirəm biraz bu barədə danışaq. Ağlamalı hissəsi. Ağlayaq. Ana mahnısı gəlir. Anama deyil, balasın gələr zət. İşin sosial tərəfindən danışaq birinci. İşin deyəndə, yəni Almaniyada yaşayırsan, Danimarkada da yaşamısan bir müddət. İndiki sosial həyatın necə gedir və sən ailəlisən, uşağın da var. Ümumən bu məsələlərdə biraz danışa bilərsən, mən sonra daha detallı suallar verərəm sənə. İlk əvvəl gəlmişsən oradan başlayım ki, ha vaxt mənim sosial həyatım pis idi və niyə pis idi? Ondan sonra nə dəyişdi ki, indi çox xoşbəxtəm. Bəli. Biz Danimarkadan gəldik, köçdük Berlinə. Bir balaca qaraciyərimdə problem oldu, o stresslə əlaqədar. Elə bir ki, immunitet düşdü, qaraciyərdə bir virus var idi, onun müalicəsi, o da keyfsizlik yaradır. Üstəgəl biz gələndə noyabr ayı idi. Mən gedirəm işə, yoldaşım 2 uşağa baxır evdə, mən gəlirəm evə, yorğun oluram. Yəni 4 divarın arasında yoldaşım üçün də çətin idi və mən çalışırdım daha çox vaxt yoldaşımla keçirdim, amma yenə də bu evdə bir huzur tapa bilmirdik hər ikimiz də. Bir yerdən sonra necə olsa oldu, mən əvvəl Azərseldə işlədiyim, o vaxt dost deyildi, yaxşı tanışlarım var idi. Onlar artıq Berlinə, təsəvvür elə, bir 5 işçi eyni anda çıxıb köçüblər Berlinə və sonra başqa uşaqlara, bəlkə bir 10-a yaxın Azərselin işçisi var burada. Hal-hazırda burdadılar. Hal-hazırda bir ikisi köçüb, amma yenə də bir 7 nəfər saya bilərəm Azərseldən. Potensial qonaqlarımız var Orxan. Adlarını bir-bir yazırsan mənə. Böyük məmnuniyyətlə. Elə oldu ki, getdim onlarla, onlar toplanırdılar həmişə. Mən onlara qoşulmurdum. Vicdan yol vermirdi. Kimsin yoldaşımı tək qoyum, nə tər gedim ora. Nəsə elə oldu ki, bir gün getdim, görüşdüm. Sonra bir neçəsindən ailəvi tanış olduq, ailəvi görüşdük və artıq bu yoldaşlıq keçdi oldu dostluq. Artıq həm mənim əhval-ruhiyyəm gözəldir, həm yoldaşım daha xoşbəxtdir. Uşaqlar artıq bir özlərinin community yaranıb, Azərbaycanca danışırlar bir yerdə. Zaten bu arada uşaqların ilk dili Azərbaycancadır və Azərbaycanca fikirləşirlər. Bu mənim üçün çox önəmlidir. Amma nə qədər olmasa bir var ki, uşaq ancaq mənlə danışır Azərbaycanca. Bir də var ki, artıq öz yaşıdları ilə. İndi artıq yəni elə bir ətraf mühitimiz yaranıb ki, mən özümü qəribçilikdə hiss eləmirəm. Kifayət qədər ailəvi dostlarımız var, hansı ki, həftə sonları bu həftə sonu bir dostumla görüşürəm, o bir həftə o bir dostumla, üçüncü həftə hamımız bir yerdə. Azərbaycanlılardır. Hə, və müxtəlif aktivitetlər, voleybol oynayırıq bir yerdə, yəni ailəvi hamı. Velosiped sürməyə gedirik, piknik eləyirik və s. və ilaxır. Ona görə hal-hazırda çox xoşbəxtəm. Yəni Azərbaycandan tanıdığım yoldaşlarla, dostlarla, mənim ən yaxın dostum köçdü, gəldi Berlinə.
mən belə deyək də saqqızını oğurladım, köçdü gəldi Berlinə. Ondan sonra universitet, məktəb vaxtı paralel sinifdə oxuduğum bir Vasif adında oğlan var. Onunla elə oldu ki, burada dostlaşdıq. Artıq yəni evlərimizin arası 100 metrdir. Yəni o qədər bir mühit yaranıb, gözəl bir mühit yaranıb ki, ona görə sosial həyatımı soruşursansa əladır. Bəs ümumən Berlində yaşamaq özü necə bir təcrübədir sənin üçün? Həm övladların üçün də, çünki onlar da burada böyüyür, həm şəxsən sənin və yoldaşın üçün nə deyə bilərsən məsələn Berlini heç bilməyən adamlar üçün necə təsvir edərsən buradakı həyat? Münhendə Münheni də unutdum, onu da deyə bilərsən. Münhendə elə bil ki, hər yer yaxşıdır. Berlində yaxşı yeri də var, pis yeri də var. Nə bilim, misal üçün subay adam üçün yaxşı olan yeri var, ailəvi yaşamaq üçün yaxşı yeri var və s. Yəni hər zövqə aid bir şey tapmaq olur. Yetər ki, özünə uyğun bir yerdə yaşayasan və ətrafında da yaxşı olardı ki, Azərbaycandan tanıdığın, o vaxtdan tanıdığın adamlar olsun və yaxud sonra da tanış ola bilərsən, sənə uyğun bir ailələr olsun. Yəni onda həyat çox gözəl olur. Yəni şəxsən mənim üçün çox fərq edir. Yəni darıxmırsan, daha çox öz insanlarımızla əhatəli çevrən, onlarla vaxt keçirib rahat firavan yaşayırsan, belə başa düşürəm. Yəni sən Azərbaycanlılardan qaçmayın deyirsən. Yox, mütləq. Məsələn, mən 26 yaşımda gəlmişəm. Mən nə qədər də desəm ki, mən bu cəmiyyətə inteqrasiya oldum, yalanlar. Və məsələn, zaten mən özüm də Azərbaycanlıyam. Niyə Azərbaycanlılardan qaçım? Yəni onda gərək özümü bəyənməyəm. Deməli özüm bilirəm. Bizdə var axı, hani belə ölkədən xaricə çıxdınsa, bizimkilərdən uzaq dur. Azərbaycanlılardan. Məncə o bir hava atmaq üçün deyilən sözdür. Yəni normal fikirləşəndə zaten səninlə eyni backgroundu olan bir insandır. O səni daha yaxşı anlayacaq. O sənin zarafatlarını daha rahat başa düşəcək. Məsələn, o sənə bədəyaqda o sənə kömək eləyəcək. Yəni avantajı var ki, çatışmayan tərəfi yoxdur. Yəni ona görə qaçmaq yox. Demirəm da elə Azərbaycanlıdırsa gəl süfrənin başında dur, yox. Yəni əlbəttə ki, özünə uyğun adamlarla əlaqə qurmaq mütləqdir. Və daha yaxşı, daha rahat səni anlayan, sənin sərbəst münasibət quracağın adamlar əlbəttə ki, mənim üçün Azərbaycanlılar və türklərdir. Hətta nahar vaxtı işdə də çalışıram ya Azərbaycanlı bir iş yoldaşımla, ya türk iş yoldaşımla bir yerdə çıxım ki, ən azı yəni özüm ola bilim. Çünki istər-istəməz bir zarafatı sən ingiliscəyə tərcümə eləyəndə o olmur. Məsələn, mənim dil biliklərim də yəni Azərbaycan dili kimi deyil, yəni xarici dil biliklərim də plus onun o zarafatın ruhunu da çatdırmaq üçün dil də öz rolunu oynayır. Yəni ona görə daha rahat oluram sən türkcə, Azərbaycanca danışanda. Mən sevinirəm ki, sən beləsən və sənin kimi başqa insanlar da var da. Yəni qaçmaq lazım deyil, hamımız Azərbaycanlıyıq. Xarici görəndə onun boynuna sarılıb öz insanlığı görəndə qaçmaq heç düzgün bir şey deyil. Çünki söhbət əslində insani keyfiyyətlərə gəlir günün sonunda. Yaxşısı, pisi hər ölkənin, hər millətin var. Nə yaxşı ki, sən beləsən, sevindim yəni bunu səndən eşidəndə. Amma bunu da soruşmaq istəyirəm ki, uzaqdan Azərbaycana baxanda Azərbaycanın o digər ölkələrə, digər millətlərə nəzərən bu nə qədər neçə ildən sonra da hansı pozitiv cəhətlərini görürsən? Bəlkə də çünki içində yaşayanda biz bəzi şeyləri başa düşmürdük. Mən şəxsən indi düşünürəm ki, bəzi şeylərin ya qiymətini bilməmişəm, ya küçümsəmişəm. Səndə belə bir fərqindəlik yaranıb bu neçə ildən sonra ki, əslində belə pozitiv cəhətlərimiz varmış. Bizdə bunlar daha yaxşıymış. Həm insani keyfiyyət baxımından, həm belə ölkələri də müqayisə edəndə nələrsə var elə bir şey. Düşünəndə gəlir ağlıma. Bəlkə də yəni tam Azərbaycanlılarla belə iç-içə yaşamışam deyənə, Berlində də yəni elə olub deyənə, yəni o bir nostalgiya olmur məndə. Mən zaten yəni Azərbaycandan çıxanda Azərbaycan haqqında nə fikirləşirsəm, indi də eynidir. Yəni heç nə dəyişməyib. Əlbəttə ki, müsbət cəhətlərimiz çoxdur, mənfi cəhətlərimiz də var. Yəni hər bir millət kimi. Yəni xüsusi onu qeyd eləyərdim ki, ailə institutu və etibarlılıq. Məsələn, mənə elə gəlir ki, mən əgər Almaniyada böyüsəydim və Almaniyada mənim bir dostum olsaydı,
mən ona o ərklə, o gözlənti ilə dostluq eləməyəcəydim. Azərbaycanlılar, mən özüm qohum, dost üçün bizdə çox şeyi qurban verməyə hazırıq və qarşı tərəf də eyni münasibəti mənə göstərir. Ona görə bir qədər adam belə daha toxtaq olursan, o cəhətin fərqlidir. Yəni biz özümüzü də qurban verməyə gedirik və qarşı tərəfə də o ərk eləyə bilirik ki, hə, mən bilirəm ki, bu mənim dostumdur. Mən ona desəm ki, gəl mənə kömək lazımdır, nə desə, o gələcək və gəlməlidir. Çünki mən də gedərəm. Ən çox nədən darıxırsan məsələn, Azərbaycanı belə yada salanda? Nədir o şeylər məsələn? O hərdən biraz adamda özünü qınamaq olur ki, hə, övladlarıyıq, bizi böyütdülər və yaxud sən daha yuxarı pokoleniya, həmçinin nənəm misal üçün mənim əziyyətimi çox çəkib, amma mən indi uzaqdayam, ürəyim istəyəndə onu görə bilmirəm. Yaşlaşdıqca daha çox yanında olsam yaxşı olardı. Məsələn, anam, atam bura gələ bilir, amma nənəm artıq yaşı o yaş deyil. Bir qədər adam özünü qınayır ki, yəni bu da elə bil ki, müsbət tərəflərə verilmiş qurban kimidir ki, hə, Almaniyada yaşamağın müsbət tərəflərinə görə artıq sən öz öhdəliklərinin bəzisindən geri addım atmalı olursan. Düzdür, çalışdığın qədər yenə də arxasındasan, amma yanında deyilsən, orada deyilsən. Onlar elə şeylərə görə biraz peşmançılıq olur. Darıxmaq falan daha çox belə şeylərə görədir. Hə, darıxmaq, bir balaca özünü qınamaq olur. Amma yəni seçimə qalanda yenə də burdasansa artıq anlaqlı şəkildə, yəni o darıxmaq belə deyil, mən darıxıram, amma gedə bilmirəm. Yox, gedə bilirsən. Hə, ildə bir dəfə, 2 dəfə gedib görürsən, amma o məcburən nələrsə əldə eləmək üçün nələrsə qurban verməli olursan, o da ki, yəni valideynlər və qohum-əqrəbanı az-az görməyin. Bütün bu illərdən sonra, neçə ildir, yenə vurğulayıram, xaricdəsən də, Bakıya gedəndə, Azərbaycana gedəndə, özü orada, necə deyim, bizim dildə bunu necə ifadə edə bilmirəm, disconnected, yəni bağın sanki oradan artıq qopduğunu hiss edirsən bu illərdən sonra, yoxsa yenə hələ də o istiliyi orada tapa bilirsən ölkədə, Azərbaycanda? Sense of belonging deyirlər buna ingiliscə, yəni aidiyyət duyğusu. Nə yerdədir məsələn o səndə? Səmimi desəm, hə, bir qədər qopma olur. O da təbiidir. Çünki məsələn mən Azərbaycana nə cür bağlı idim? Qohumlarımla, dostlarımla. Artıq nə mən Azərbaycandayam. Məsələn yaxın dostlarımdan 2-3 nəfər Azərbaycanda qalıb. Digəri biri Polşadadır, biri burada Berlindədir. Yəni belə deyək, Azərbaycandan çıxan dostlarım da var və yaxud qohumlarım. Mənim bacım da Berlindədir, xalam oğlu da Berlindədir, bir xalam oğlu Londondadır, bibim oğlu Amerikadadır, əmi oğlu Amerikadadır. Yəni hərə bir dərədədir yəni. Yəni istər-istəməz Azərbaycana mən dönəndə əvvəlki hiss elədiyim o belonging deyirsən, mənsubiyyət duyğusunu tam onu hiss eləyə bilmirəm. Yəni məndən asılı olmayan səbəblərdən fərqliliklər var. Yəni Azərbaycandan köçən yaxınlarım, dostlarım olduğuna görə, hə mən ora gedəndə o eyni münasibəti axtarıram, amma hər şey dəyişibdi. Yəni o yoxdur. Yəni Azərbaycanla bağlı deyil. Oradan köçən qohumlarım, dostlarımla bağlıdır. Yəni amma o aidiyyət əlbəttə mən Azərbaycanlıyam, övladlarım da Azərbaycanlıdır və mənim üçün ən prioritet odur ki, nə mənim övladlarım, nə dostlarımın övladları, nə bacımın oğlu, yəni heç birində Azərbaycanlı olduğuna görə utanmaq olmasın. Yəni məsələn o olsa deməli mən yaxşı valideyn deyiləm, deməli mən yaxşı dayı deyiləm. O utanmaq olmasın və
özlərini Alman kimi cəmiyyətə sırmağa çalışmasınlar. Möhtəşəm. Kimliklərini Hə, unutmasınlar. Hə, mən Azərbaycanlıyam, Almaniyada yaşayıram, amma Alman deyiləm. Zaten yəni sən desən də Almanam, Alman deyəcək ki, yox, sən Alman deyilsən. Yəni sən əgər öz kökləri və bağlı deyilsənsə, o qarşı tərəf deməyəcək ki, hə, gəl keçginən, otur ginən biz tərəfdə. Yox, o da bilir ki, sən Azərbaycanlısan. Onda belə başa düşürəm ki, sən bura gəlib öz kimliyini unudan insanlara da heç xoş baxmırsan. Ki mən baxmıram məsələn. Hə, yəni zaten yəni o mən inanıram ki, bütün millətlərdə var. Məsələn, elə İspan var ki, tutaq ki, köçür, gəlir Almaniyaya, artıq deyir ki, yox, mən Almanam, mən artıq inteqrasiya olmuşam. Amma elə deyil. Yəni hamımız da bilirik ki, elə deyil və onu yəni kökünə, mənsubiyyətinə görə utanc hissi keçirməyində mənası yoxdur. Yəni zaten heç kim seçim eləmir ki, mən Azərbaycanda doğulum. Yox, doğulmusansa artıq yəni onu dana bilməzsən və yəni xoşbəxt olmağa çalışmaq lazımdır. Xoşbəxt olmaq lazımdır. Yəni çalışmaq deyə bir şey yoxdur. Bizim o müəyyən dəyərlər var ki, onları elə bil mənə elə gəlir ki, qoruyub saxlamaq əslində lazımdır özümüzə. O mənada ki, görürük də bəziləri gəlmirsən, ciddi şəkildə inkar edir və elə yaşamağa başlayır ki, yəni istəyir ki, unudulsun ki, bu adam Azərbaycanlıdır. Halbuki onu eləyən fərqində deyil ki, şüur altında. Əslində elə onun genetik kodlarıdır. Azərbaycanda onun o beyninə necə deyim, avtomatik şəkildə işlənmiş, proses olmuş o dəyərlərdir də. Bunu görəndə mən çox məyus oluram ki, yəni Azərbaycanı niyə bu qədər unutmağa çalışırsınız? Sanki məsələn sən özün 26 il əslində bu da bir sual olacaq. Yəni 26 il orada yaşamısan, işləmisən, təhsil almısan, boya başa çatmısan. Sən qalxıb inkar etməyə çalışsan və öz kimliyini danmağa çalışsan, silməyə çalışsan, silə bilməzsən. Günün sonunda görəsən ki, əslində səndən geriyə heç nə qalmayıb. Nə o yanlıqsan, nə bu yanlıq. Özünü əslində uçuruma aparasan. Sən bu barədə sənin fikrin necədir? Adam hərdən elə fikirləşir ki, mən öz kimliyimi danmıram, mən Azərbaycan kimliyimlə fəxr eləyirəm deyəndə, sanki sən onu Azərbaycana bir minnət kimi eləyirsən ki, görürsən Azərbaycan, bax mən danmıram. Məsələ onda deyil. Məsələ ondadır ki, sənin ona ehtiyacın var. Çünki müəyyən bir yaşın üstündə yəni bütün insanlarda bir psixoloji narahatçılıq olur. Yəni sənin o aidiyyət, harasa aid olmağa, o hissə bir ehtiyacın yaranır. Yəni o kim ki belə deyək, Azərbaycanı bəyənmir, özünü xarici kimi qələmə vermək istəyir, bir hava atır ondan. O mənə elə gəlir ki, müəyyən bir yaşa çatanda artıq deyir ki, mən artıq sanki o mənsubiyyət hissindən özümü çıxartmışam, amma kaş ki çıxartmazdım. İndi mənə daha çətindir. Çünki ortada qalmış kimi olursan. Mən heç vaxt çalışmamışam məsələn çıxarım, inkar edeyim kimliyimi, Azərbaycanlı kimliyimi. Heç vaxt ölkəmə nifrətim olmayıb, çox da sevirəm. Buna rəğmən uzun illər bəlkə də çox sıx gedib gəlmədiyimə görə o qədər məndə o aidiyyət duyğusu etdi ki, yəni ona görə əslində səninlə bu barədə biraz uzun danışıram. Mən daha çox bağlandım və sənin dediyin bu nöqtəyə gəlib çatdım. Mən fərqinə vardım ki, bu əslində önəmlidir. Ölkəmi daha çox araşdırmağa başladım. Son dəfə gedəndə çox bəzən duyğulandığım anlar oldu. Bir hal oldu hətta, bunu da deyim. Siqaret çəkirdim, atmağa yer tapmadım, zibil qutusu yox idi. Yerə atdım, atanda o qədər böyük vicdan əzabı çəkdim ki, mən öz torpağımı kirlətdim. Bunu qaydanda Orxana da danışmışdım. Orxan yenə yanımda oturub da. Qəribə bir psixologiya yaranan insandır uzun müddət qürbətdə olandan sonra. Və mən ona görə yəni önəmli sən də vurğuladın. Həm önəmlidir, həm də yəni gərək nə bilim insan heç vaxt öz kimliyini inkar eləməsin. Ola bilər müəyyən problemlərə görə bəyənməyə bilərsən, nəyəsə görə ölkəni də, ya daha doğrusu ölkədəki vəziyyəti deyək. Amma ümumi yəni ölkənin heç bir günahı yoxdur da burada. Yəni başa sala bilmirsən ki, bu sənin özünə lazımdır, sən eynən sənin dediyin kimi. Bir dənə də şey əlavə edeyim. Mən misal üçün həmişə bir ölkəyə, bir millətə qiymət verəndə çalışıram onun yaxşısına görə qiymət verim. Pis hər yerdə var. Amma məsələn mənim özümə də psixoloji cəhətdən daha rahat olur ki,
Sən almandırsan, sən alman deyəndə mənim ağlıma Robert gəlir. Hə, Robert əla oğlandır, çox yaxşı oğlandır. Sən mən Almanı o cür yadda saxlayıram və yaxud Misirli filan kəs, Azərbaycanlı misal üçün Elçin. Hər şeyi o pozitiv bir şeylə assosiasiya edirəm və nə demirəm ki, mən başqa millətdən olsaydım, dilxor olacaqdım ki, mən niyə Azərbaycan olmadım? Yox, mən yenə orada sahib çıxacaqdım, amma mən hal-hazırda Azərbaycanda doğulmuşam, orada böyümüşəm. Mən Azərbaycanlıyam. Yəni Azərbaycan mənə sahib çıxır, mən Azərbaycana. Yəni başqa yerə aidiyyətim yoxdur zaten. Özümü süni yolla harasa bağlamaq fikrimdə yoxdur. Bəs sən də fərqinə varmısan ki, biz əslində çox unikal yerdə doğulmuşuq. O mənada ki, çox millətli biz ölkəyi, çox da bir-birindən rahat anlaşaraq yaşayırıq və çox da tolerant insanlarıq da. Bunu xaricə çıxandan sonra görürsən ki, çox həqiqətən unikal bir yerdir ora. Ən böyük üstünlüyümüz odur, mən deyərdim. Biz dostlarımla hərdən danışırıq. Sən görürük ki, bəzən bir ölkə daxilində 2 dənə toplum var, amma bir-birləri ilə yola getmirlər. Sən bizim mənsub olduğumuz ən böyük üstünlük odur və onu itirmək olmaz. Yəni onu qorumaq lazımdır. Hər şeyi düzəltmək olar, amma o bir ölkə daxilində yaşayan vətəndaşların İraq nəsə bir düşmənçilik və s. olsa, o xəmir çox su aparar. Ona görə ən böyük üstünlüyümüz olan və ən çox qorumalı olduğumuz o bir-birimizə qarşı olan tolerantlıq, qardaşlıq, dostluqdur. Bəs xaricdə yaşayan Azərbaycanlılara ümumi bir neçə belə tövsiyən olsa nə olardı? Nə deyərdin onlara? Müxtəlif kəsimlər var. Məsələn, mən ancaq məsləhət görə bilərəm mənlə eyni kəsimdə olanlara, çünki misal üçün 26 yaşdan sonra xaricə köçən insanlara özümün indiki olan o komfort zonaya necə gəlmişəm, niyə mən komfort zonaya zaten danışdıq. O community və s. və ilaxır biraz inadçılıq iş barəsində və s. Onları deyə bilərəm, amma tutaq ki 16 yaşında bura köçən bir insana mən məsləhət verə bilmirəm, çünki mən onun keçirdiyi hissləri, nəyi çatmır, nəyi çatır, yəni onu mən bilmirəm. Amma ümumi sırf özüm kimi background olan adamlara, yəni communityləri olmağı çox önəmlidir. Misal üçün, tutaq sən gəlib Berlində yaşaya bilərsən və yaxud gedib San Fransiskoda yaşaya bilərsən. Əgər sənin dostun, tanışın, ətrafın burada yaxşıdırsa, onda bura gəl. Yox, San Fransiskodadirsə, onda ora get. Yəni sırf ölkəyə, şəhərə görə yox, zaten yəni müəyyən bir standartın yuxarısında olan ölkələr, şəhərlər də yaşamaq qərarı verəndə əsas community harda yaxşıdır, ora gedin. Çox sual cavabın üçün öncəliklə verilişimizin artıq sonuna yaxınlaşırıq. Son 1-2 sualım qalıb sənə. Birincisi odur ki, bütün bu köç prosesi sənin mənəvi durumuna necə təsir edib gəldiyimiz bu nöqtədə? Nə düşünürsən məsələn? Bura köçmədən öncəki Emin necə idi, indi necədir məsələn? Mən elə gəlir ki, köç prosesi çətin bir prosesdir. Hətta nəinki ölkə, şəhəri belə dəyişəndə səndə hər şey sıfırlanır. Community sıfırlanır, iş yerində yenidən özü təsdiq eləməlisən, sənəd sünəd işləri, övladlarının ora öyrəşməsi, yoldaşının o ölkəyə öyrəşməsi hamısı enerji alır adamdan. Ona görə misal üçün məndə Münhendə hər şey gözəl idi, amma Kopenhagenə gedəndə peşman oldum bir müddətdən sonra ki, risk eləməyə dəyməzdi. Sual yadımdan çıxdı. Sən yəni mənəvi durumunu necə görürsən bütün bu proseslərin sonunda indi gəldiyimiz nöqtədə? İndi yaxşı görürəm, amma mənə elə gəlir ki, ölkədən çıxmasaydım, o dibləri də görməyəcəydim. Amma məsələn indi olan rahatçılığım, indi olan məsəl üçün həftə sonları da olmayacaqdı. Yəni məsələn mənim yaşıl bir mühitdə gəzmək mənim üçün çox önəmlidir. Amma Azərbaycanda həmən o mühiti almaq üçün saatlarla sən yol getməlisən. İndi amma
evin arxasındakı parka keçmək 5 dəqiqə vaxt çəkir. Yəni Belə bu şeylər. dibləri də görməyəcəydim, amma yaxşı hissləri də yaşamayacaqdım. Stabil olacaqdı. Amma heç peşman deyiləm. Yaxşı ki, köçmüşəm. Amma o köklərdən uzaqlaşmaq səni necə formalaşdırdı, necə dəyişdirdi? Düşünmüsən bunun təsiri barədə, öz köklərindən uzaqlaşmağın? Fiziki olaraq uzaqlaşmaq deyirsən, yoxsa mənəvi olaraq? Fiziki uzaqlaşanda istərsiniz biraz nə qədər əhatəndə Azərbaycanlılar olsa da, o qəribçiliyi hiss edəndə mənəvi də insanı vura bilər bəzən. O mənada əslində soruşurdum. Mənim şansım onda gətirib ki, mənim ətrafımda, yəni Berlinə köçdüyüm ilk ili nəzərə almasaq, ətrafımda həmişə yaxşı bir Azərbaycanlı community olub. Ona görə o belə təkliyi, depressiyanı yaşamamışam. Yəni ən çətin məqamlarda da dostum, tanışım həmişə sağ olsunlar, dəstək olublar. Başa düşdüm. Qürbət sənin üçün nə deməkdir və sənin necə təsvir edərsən onu? Qəribçilik. Qəribçilik məncə ölkəyə görə deyim ki, Azərbaycanda olsaydım və ətrafımda dostlarım, əzizlərim olmasaydı, yəni bir izolyasiyada olsaydım, o da mənim üçün qəribçilikdir. Yəni qəribçilik komfort zonadan uzaqlaşmaqdır. Fərq eləmir Azərbaycandasan və yaxud xaricdəsən. Amma o ətrafı da müəyyən bir zamandan sonra yığmaq olur. O ətrafında qədrini bilmək lazımdır. Yəni qəribçilikdə mənim gündəlik mənə adi gələn, ətrafımda olan dostun, tanışın, qohum-əqrabanın, əzizlərimin qədrini daha çox bilirsən. Yəni onda başa düşürsən ki, hə, mənim belə bir ehtiyacım var imiş. O deyirlər ya, insan sosial varlıqdır. Onu xaricdə olanda, ətrafında o öyrəşdiyin əzizlərin olmayanda qavrayırsan, başa düşürsən. Əla. Son olaraq da sualım belə olacaq ki, hansı ki, əslində o sualı da heç vaxt Orxan sevmir. Orxan başqa işlərlə məşğul, telefonla oynayır. Sual, mən özüm çox musiqi dinləməyi sevdiyim üçün musiqi yəni insanın ruhunu çox dəyişdirə bilən bir şeydir, istər pozitiv, istər neqativ. Sualım belədir ki, qürbət bir mahnı olsaydı, hansı mahnılardı? Ya da sən Azərbaycandan ötürü darıxanda belə də verə bilərəm sualı. Hansı mahnını açıb dinləyirsən və bir xəyala dalırsan, o keçən 26 ili düşünürsən, belə bir nostalgik duyğular formalaşır. Məsələn, hansı mahnıdır o? Zaten mən davamlı olaraq musiqiyə çox qulaq asan adamam. İşləyəndə də qulaq asıram. Əgər belə deyək də, işlədiyim tapşırıq çox fokuslanmağı tələb eləmirsə, məsələn bir 50%, 60% fokuslanmağı tələb eləyirsə, yerdə qalan 40%-i mən musiqi fonu ilə rahat doldururam. Və əksər dinlədiyim müğənnilərdə Azərbaycan, türk roku, ruslardan da qulaq asdığım rock qrupları var, pop qrupları var və s. və ilaxır. Yəni zaten mahnıların içindəyəm. Ona görə hər bir vəziyyətə uyğun, hər bir ruh halına uyğun bir mahnı olur. Amma o qəribçilik nostalgiyasını soruşsan, Yüksək Sədaqət qrupu var. Onların Babamın evində. Türklərin Yüksək Sədaqət Babamın evində. Yəni sözləri dəhşətdir. Yəni mən onu ilk dəfə davamlı olaraq qulaq asdığım, Bakıya uçurdum, bir problemlə əlaqədar Bakıya getməli oldum Münhendən və yəni o vaxt qulaq asırdım o mahnıya, Babamın evində. Dəhşət sözləri, musiqisi, ifası. Anında tapıb Spotify-ma əlavə elədim, mütləq bilmirdim, yəni mütləq dəhşət bir şeydir. Amma məsələn, bəs öz ölkəmizdən kimi deyə bilərsən? Məsələn, hansı daha doğrusu musiqini deyə bilər. Mən həmişə gəlir ağlıma. Eyyub Yaqubovun mahnıları və Bakı haqqında nağıllar. Bizdən belə bir şey var mahnı. Sırf özüm üçün soruşuram, bu sualı bilim deyə. Sən Tünzalə Ağayevanın mahnılarını çox xoşlayıram. İradə İbrahimovanın mahnılarını çox xoşlayıram. Bu ikisini deyə bilərəm. Çox sağ ol Emin, çox maraqlı veriliş idi. Yəni həqiqətən özüm də, yəqin ki, Orxan da çox böyük həzz aldıq səndən söhbətdən. Mən də. Sağ ol. Çox
müsbət enerji verdin də bizə və dərin oldu söhbətimiz. Təşəkkür edirəm həqiqətən. Ümid edirəm, yəni təkrar şansımız olacaq yenə söhbət etmək üçün və mən səni tanıdığım üçün həqiqətən şad oldum. Təşəkkürlər yəni. Qarşılıqlıdır. Minnətdaram. Sağ ol, çox sağ ol. Görüşərik. Təşəkkürlər.